6 il pensiya alan 1-ci Qarabağ müharibəsi iştirakçısının pensiyası kəsib. Biləsuvarın Əliyabad kənd sakini Qabil Qasımov 4 ildir ki, pensiyasının bərpası ilə bağlı döymədiyi idarə qapısı qalmayıb. Probleminin həlli ilə bağlı müsbət cavab ala bilməyən Qabil Qasımov çıxış yolunu Space xəbərə üst tutmaqda görüb, izləyək. 54 yaşda Qabil Qasımov Biləsuvarın Əliyabad kəndində yaşayır. Deyir ki, hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq 1-ci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılmışam. 1992-1993-cü illərdə Ağdam ərazisində döyüşlərə qatılan Qabil Qasımov döyüşlərdə bədəninin 7 nahiyəsindən qəlpə yarası alıb. Bundan sonra xidmətini davam etdirə bilməyib. Nəhayət 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətdən sonra ona 3-cü qrup əlillik pensiyası və prezident təqaüdü təyin edilib. Həmin pensiya 6 il sonra 2021-ci ildə heç bir səbəb olmadan da kəsilib. 3 dəfə sənəd ekspertizaya sənəd vurmuşam. Heç bir nəticəsi yoxdur. Məndə də çoxlu qəlpələr var, ağrılar var. Otura bilmirəm, dura bilmirəm, gəzə bilmirəm. Yəni, sinirlə bağlı dərmanlarımı alıb ata bilmirəm. Yəni, çox ağırlaşma olur da mənə. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, Biləsuvar rayon sakini 1971-ci il təvəllüdlü Qasımov Qabil Şüroğlu əlilliyin qiymətləndirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma 88 göndərişləri əsasında 10-u 8-ci ay 2022, 3-ü 7-ci ay 2023 və 29-u 8-ci ay 2024-cü il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Agentliyin həkim ekspertlərinin hər üç müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətinin 50 təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərar ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib. Qeyd edək ki, Qabil Şükuroğlu Qasımov 2015-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik pensiyası ilə təmin edilib. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Space xəbər Biləsuvar.